Salam, hər vaxtınız xeyir əziz dostlar. 6 may 2026-cı il Bakıdayam. Növbəti videomda sizə çox gözəl yeni bir məkanı təqdim edəcəm. Vogue Baku adlanır. Bakı Sağlamlıq Mərkəzinin arxasında və Elatus Moda sarayı var. Ora çox yaxındır. Yəni Bakıda yaşayanlar buraları tanıyırlar. Hündür mərtəbəli bir binanın altında yerləşir və bu yer hal-hazırda Bakının ən elit, ən populyar, ən lüks səviyyəli yerlərindən biridir. Mənim üçün də özəlliyi ondan ibarətdir ki, bura bizim yaxınlarımızın, qohumlarımızın, doğmalarımızın məkanıdır. Yeni açılıb, bu münasibətlə də onları təbrik edirik. İnşallah bol qazançlar arzu edirik. Mən də bugün gəlmişəm bura. İçəri olduqca gözəldir, lüksdür. Yəni dediyim kimi Bakının ən gözəl, ən elit bir populyar məkanına çevrilib artıq. Bu yaxınlarda rəsmi açılışı da oldu. İndi içəri daxil olub davam edəcəm. Bəli, bu yaxınlarda 4-5 gün öncə rəsmi açılışı da oldu. Amma restoran artıq bir neçə aydır ki, fəaliyyət göstərir. Rəsmi açılışda Azərbaycanın ən populyar, sevilən müğənniləri, show biznes nümayəndələri iştirak etdilər. Ümumiyyətcə bura hər gün çox tanınmış insanlar, müğənnilər, futbolcular, idmançılar, show biznes nümayəndələri gəlir. İçəridə baxın, hər tərəf lüks, səviyyəli, solda gözəl bar, böyük salondur, böyük monitor qabaqda. Yəni 3 mərtəbəlidir. Aşağıda kabinetlər var, yuxarıda kabinetlər var. İndi buranı bacardığım qədər göstərəcəm. İnsanları narahat eləmədən ətraflı göstərəcəm. Bu da əsas salondur, ana salon. Adamlar çoxdur deyə çox buranı dərindən baxmayacağıq. Buradan ikinci mərtəbəyə yuxarıda çox gözəl kabinetlər var. Bir də burada aşağıda yer var. Aşağıdan da orada da kabinetlər və sairə mətbəx hamısı aşağıdadır. Yuxarı daha çox kabinetlər və ailəvi məkandır. Ailəvi gələnlər daha çox bura üstünlük verirlər. Çox gözəl yeməklər, mətbəx, müasir Azərbaycan, Avropa mətbəxi, çox gözəl naqilələr var burada. Deməli, burada olan kabinetlər, otaqlar hamısı müasir brend, marka saatların adı ilə adlandırılıb. Rolex otağı ən böyük otaqlardan biridir. Cartier, Bovet və s. Demək olar ki, otaqlar doludur. Zenit. Əgər boş otaq olarsa, inşallah otaqlardan birini göstərərik. Burada da lift var. Lift vasitəsilə də qalxıb düşə bilərsiniz. Və burada da növbəti otaqlar Patek Philippe, Vacher & Constantin və buradan da yenə də aşağıya enirik. Oradan da möhtəşəm bir dizayn var. Baxın, uşaqlar əylənirlər. Çox gözəl ailəvi və dostlarla gələ biləcək bir yerdir. Doğum günləri, partilər, məclisləri burada təşkil edə bilərsiniz və ya bu kabinetlərdə iş görüşmələri və s. hər məqsədə uyğun şəkildə hazırlanmış bir məkandır. Təəssüf ki, otaqlar hamısı doludur. Ona görə otaqları göstərə bilmirəm. Amma siz Vogue Baku restoran yazıb Instagram səhifəsində özünüz izləyə bilərsiniz. İndi isə endik aşağıya. Əvvəlcə demişdim, bura 3 mərtəbəlidir. Orta mərtəbə salondur, ümumi salon. Aşağıda və yuxarıda kabinetlər var. Və burada sol tərəfdə mətbəxdir, açıq mətbəx. Buradan göstərim.
Çox narahat eləmədən açıq mətbəx, göz önündə tərtəmiz. Və bu tərəfdə də kabinetlər var. Yuxarıda boş otaq olmadı, göstərə bilmədim, amma aşağıda var. Düzdür, yuxarıdakılar daha böyükdür. Baxın, burada namaz otağı da var. Bu tərəfdə texniki otaqlar. Qəlyan otağı. Burada Azərbaycanın ən yaxşı qəlyanı verilir. Qəlyan həvəskarları mütləq bura gəlsinlər. Burada da otaqların hamısının öz adı var. Biz gəlin bura baxaq. Çox möhtəşəm havalandırma sistemi, səliqəli otaqlar, hər şey yüksək səviyyədə, böyük monitor. Gəlib ailəvi şəkildə dostlarınızla burada gözəl vaxt keçirə bilərsiniz, çox məmnun qalacaqsınız. Dizayn, interyer ən yüksək səviyyədədir. Yüksək maliyyə vəsaiti ilə hazırlanıb insanların istifadəsinə verilmiş bir məkandır. Qiymətlər də çox normaldır belə bir yer üçün. Hamını dəvət edirik, gəlin, istirahət edin. Və bu arada əziz dostlar, bu böyük monitorda vacib futbol maçlarını da seyr edə bilərsiniz. Bugün Çempionlar Liqasının önəmli oyunlarının biri burada yayımlanacaq. Yəni futbol maçlarını da seyr etmək istəsəniz bura gələ bilərsiniz. Belə hörmətli dostlar, bununla da yeni açılmış gözəl interyer və dizayn ilə xüsusi seçilən Vogue Baku videomu yekunlaşdırıram. Hamınızı bura dəvət edirik. Peşman olmazsınız. Sağ olun, var olun. Gələn videolarda görüşürük.